Səsin pis gəlir, ilahi, yaxşı salamatçılıqdır. Yaxşıdır, işləmisiniz. Hə? Eşidirsiniz? Yaxşıdır, amma elə bir quyunun dibindən danışsan. Şeyi dəyişiblər, keçən dəfə itir deyə bundan imiş, proyektor dəyişiblər. Hə, bu bundan elə olmuş. Mən də deyirəm ki, bundadır problem. Apar bir şey yoldaşlarımı yoxlatdırmışam, bunda yoxdur problem. Məndə də səsi gətirmək. Necədir, ilahi, tapşırıqları işləyə bilirsən? Yoxsa hələ baxmayım? İşlədim mən, bilgim yox. Ayada, hə. O daha rahat gəlir. İndi eşidilir. Hə, indi daha yaxşıdır. Vaxtınız xeyir olsun. İstəsən, tapşırığı saxlaya bilərik, gələn həftə yoxlaya bilərik. Qızlarla bir yerdə, onlar da hazırlaşsınlar. İstəsən də indi yoxlaya bilərik, problem deyil. Necə istəyirsən? Olar. Hə, gələn dəfə yaxşı. Yoxlayarıq. Mən BRD, FRD, bu NFRD-ni demək olar hazır eləmişəm. Sadəcə kompüterim evdədir. Ətraflı yazmağa çalışmışam və ümumi hamısını eyni slayda yerləşdirmişəm. Əla. Baxarıq ona, gələn dərs yoxlayarıq. Gələn dərsimizi də ya bazar günü, ya 6-cı günə salarıq. Bəlkə 4-cü gün salmadım. Yəni praktiki dərsləri bazar günü. Baxarıq da danışarıq onu. Başlayaq. Bugün biz Software Development Life Cycle keçəcəyik, SDLC. Yəni, ümumiyyətlə, proqram təminatı necə idarə olunur? Bu həyat dövrü, bu sikl. Məsələn, necə ki, bitki belə deyim də, cücərir, böyüyür, solur, ölür. Bu həyat dövrüdür də. Eləcə də proqram təminatının bir həyat dövrü var. Onun yaranması, inkişafı və realizə olunması. Yəni, müştəri ilə görüşməsi və yaxud istifadəçi ilə, end user ilə. Agendamızda bizim SDLC-dir, yəni Software Development Life Cycle-dır, Analysis and Planning, Analysis and Requirements, yəni SDLC-nin ümumi həyat dövrləri, etapları, dizayn, mobile app, front və backend ilə buluşması, Development LC, Git və digər məsələlər, Testing, Deployment, yəni bunlardan ibarətdir. Gəlin, baxaq, front və back prosesləri necə idarə olunur? Necə olur ki, biz daxil oluruq telefona, nəyisə telefonun ekranında görürük. Gəlin, bunların əlaqəsinə baxaq ki, bu necə baş verir ümumiyyətlə. Mobile app front-enddə görürsünüz, biz məsələn, kart məlumatlarıdır, hesab məlumatlarıdır görürük. Bəs bu arxada necə işləyir? Gəlin, baxaq. Görürsünüz, bu profil gedir, bir dənə API ilə call eləyir, gedir, app'ə müraciət edir, app'də database-ə müraciət edir, düzdürmü? Ortada API gateway var. Gateway, yəni darvaza, belə deyim. Yəni, darvaza açılır API ilə. Darvaza açılandan sonra biz gedirik app'ə, orada app də müraciət edir DB-yə. Təzədən oradan cavabı alır, gətirir app'ə. App qaytarır gateway vasitəsilə UI-ya. Yəni, bunların sinxron işləmə prinsipi bu cür baş verir. Baxın, balans var. MS Solutions, görürsünüz, /v1.0 balans get metodu ilə. Balanslarımı get gətir deyirəm. Gedirəm API gateway-yə müraciət edirəm. Bu API gateway-dir. O app'ə müraciət edir. App'in içində kodlar var, business logic var və s. Yoxlayır. O da gedir DB-yə müraciət edir. Təzədən gətirir onu, bizə qaytarır. Sonra transaksiyalar eyni qayda ilə. Gateway, app, DB. Actions-da eyni qayda ilə həmin cürə müraciət edir. Baxın, Leo Bankda mən o günlər daxil oldum, gördüm. Görürəm ki, illik mənə bütün xərclərimi gətirir. Bu, harada saxlayır bunu? Əlbəttə ki, DB-də saxlayır, düzdürmü? Bəs nə ilə sorğulayıb UI-da görürəm? Gedir, deyir, Nərmin Kərimova, daha doğrusu filan kartın get hesabla, gətir onu UI-da göstər. Onu o toplaması DB-də yazılıb ki, məsəl üçün, ola bilər ki, bir sütunla yazılıb. Bu, 2 dənə versiyada ola bilər də, indi Leo Bankda bilmirəm. Ola bilər ki, bir sütunda yazılıb. Ola bilər ki də kalkulyasiya qoşublar. DB-dən hansısa məlumatları gətirir, toplayır, mənə elə göstərir. Ya belədir, ya birbaşa DB-dən gətirir. O elə bir sütun var ki, topla, yazıblar. Elə bir sütun var. Ya da ki, icra edir, gətirib göstərir. DB-dən lazım məlumatları alır, toplayır, üstündə emal aparır, gətirir, göstərir. Bu cür. Baxın. Bayaq dediyim kimi, necə gedir sorğu? Deyir, username Ülvin Abbasov filan şəkildə. Tutaq ki, get elə filan useri, düzdürmü? Gətirir, bizə göstərir ki, Ülvində adı, familiyası Abbasovdur, şəkli də budur. Şəkillərdə fayllar öz identifikasiyası ilə yerləşir. O, Kapital Bank. Balanslar.
balanslar gedirik kartın brendini gətirir. Məsələn, bizim API-mizin ucu request modeli var da, biz onu qabaqcadan vermişik ki, UI və backend, daha doğrusu front və backend bu cür əlaqə saxlayacaq bir-birindən. Kartın brendi, maskalanmış pan, balans, valyutası, total balansı, lazımi məlumatları get-gətir. Onu request parametr kimi yazmışıq ki, bizə lazımdır. Mən sənə request olaraq kartın panını göndərəcəm, response olaraq mənə bunu qaytar. Sonra burada xərclər görürsən, Starbucks-da kofe içib 1.33-ə dollara debit kimi ödəyib, yəni kredit kimi taksidə böldürməyib və həmin o merchant photo, Starbucks-ın özünün şeyi, iconu. Görürsünüz, o parametr belə fielddə saxlanılır. Və o da database-dən gəlir. Country, counterparty name, Elvin Klein. O counterparty o kartın üstündə alan adını deyir. Date today. Bu da görürsünüz actionslarıdır. Bunun dollar requested. Action'ın da statusu qəbul olunub, yəni. Bir şey soruşum. Bəli. Baxın, orada məsələndə mənim adım nədir? Tutaq ki, mən məlumatlarımı istəyirəm ki, mağazalar, yəni marketlər hansıdır, nə bilim, paltar geyimlər üçün ayrı belə məlumatlar. Onun üçün də o özü avtomatik oraya yazanda gedir, hər birinə ayrıca məsələn məlumat kimi çıxarda bilərmi? Yazsam ki, oy necəsən? Salam, necəsiz? Yazsam ki API gateway. Bizdən məsələn istəyirlər də biz SMS tutalım ki, müştərilərə göndəririk. Bax onu yazanda o event based yazmışıq onu. Yəni API ilə işləmir. Nə mənada? Gedir bir dənə event yeri var. Kafka məsəl üçün keçmişdik. Kafkaya düşür, oradan götürürəm. Bunu belə dizayn eləmişik. API ilə dizayn. Orada da payload'ını yazmışdıq. Demişdik ki, SMS-in mətni olsun, filan şey olsun dəyişənlər. İndi burada da request'in parametrlərini yazacağıq. Yazacağıq ki, mən istəyirəm ki, filan düyməni basanda request göndərim sənə ki, filan user, sən mənə respons qaytar ki, hansı mağazadır, onu database-də yerləşdirməliyəm artıq mən. Listimi yerləşdirməliyəm ki, istədiyim biz ayrılıq icmalımızı istəsək ki, görək hara nə qədər xərclənir. gərək onun API yazılsın. Hər birinə API. Məsələn, kapitalda yoxdur illik xərclər, amma Leo-da var. Görürsən, yazmayıblar, ehtiyac duymayıblar. Amma əvvəl statistika bu dashboard kimi var idi. Kapital aylıq saxlayır. Leo-da amma illik kartı alandan bu yana nə qədər xərcləmişəm, bütün statistikalar göstərir. Sonra nəyi investisiya, nəyə daha çox pul xərcləmişəm, hamısını hesablayıb göstərir dashboardda mənə. Yəqin ki, orada mən elə başa düşürəm ki, məncə Python-dan yazılıb həmin hissə. Dashboard hissəsi. Dashboardlar Python-dan yazılır, qurulur, verilir. Bax belə. Yəni ayrı bir yerdə Bir saxlanılır. sual verə bilərəm. Burada yazılan kod hissəsini biz yazacağıq da, mən elə anladım. Kod deyil bu, parametrdir. Kodu backend yazacaq. Biz funksional tələblərdə yazacağıq ki, bu düyməni basanda sənə parametr olaraq filan şey, məsələn, doğum tarixini göndərəcəm, səndən gözləyəcəm bütün, nə bilim, pasport, xaricə nə qədər giriş-çıxış eləyib onu tutaq ki, adını göndərəcəm, onu alacam. Və yaxud request parametrin adını ISO yazacağıq, amma ona axırda təxlit qərar verəcək də. Ən son review eləyir axı dokumenti təxlit. Bu yaxşıdır, keçən dəfə şey eləyirdi. Mən dəyişə bilərəm. Bu səhv otağında, orada şeydə çatmır. Hələ yaxşı. Qız, amma bura yaxşı. Gözdə bir dənə kaydı dayandırım. Keçən dəfə şey eləyirdi, marqat eləyirdi. Biz bunun dərinliyini keçəcəyik qabaqda. Biz ümumi prosesə baxırıq. Kimsə gəlib qoşulsa, qrupa yazsa, mənə deyirsiniz, yazan yoxdur elə. Belə, burada sualı var olan. Getdi. İctimailıqdır. Düzünükdür. Hə. Sualı olan var burada? Davam eləyək. Database və availability terminləri nədir? Active database hazırda işləyən əsas databasedir. Yəni sistem məlumatları buradan oxuyur və yazır. Standby database ehtiyat databasedir. Təqdimatı Eləməmişəm. burada Görünmür. düşməyib. Bəs bayaqdan görünmür. Bayaq görünürdü, indi görünmür. Tamam. Rekorda edirsiniz bəlkə.
Hə, basmışam, rekord da eləyirəm. Hə, indi görürük. Göründü. Standby database ehtiyat databasedir. Əsas databasedən sıradan çıxsa, bu onun yerinə keçir. Golden Gate databasedən databaseə məlumat köçürən sistemdir. Yəni aktiv databasedə olan məlumatı standby databaseə köçürdür. PostgreSQL pulsuz və güclü databasedir. Böyük sistemlərdə istifadə olunur. MySQL sadə və çox yayılmış databasedir. Veb saytlar üçün istifadə olur. Oracle böyük şirkətlər üçün güclü databasedir. Banklar və böyük sistemlər istifadə edir. Yəni aktiv database, standby database, Golden Gate bu kimi terminləri eşidəndə sizə yad gəlməsin ki, yəni təsəvvürünüzdə canlansın ki, bu nədir? Server ümumiyyətlə necə işləyir? Yəni ümumiyyətlə server deyilən anlayış bu söhbətin harasında var? Gəlin ona baxaq. Görürsüz, bu sorğular, bu gedən, gələn məlumatlar, UI-da göstərilənlər, görürsüz bu hamısı, görürsüz nə qədər kiçik-kiçik məlumatlardır sağ tərəfdə. Bizim bir dənə UI-da gördüyümüz səhifədə bilirsiniz nə qədər məlumat var. Bunlar hamısı harda saxlanılır? Saxlanmalı bir yeri olmalıdır, düzdürmü? Sağ ol, serverdə. Serverdə applər üzərində, o da serverə bağlıdır. Çəkə bilərəm. Hə. Mobile, server nədir? Gəlin ona baxaq. Server istifadəçilərin, klientların göndərdiyi sorğuları qəbul edib, onlara cavab verən sistemdir. Çox vaxt ümumiyyətlə API, gateway, server, database, applər, bu dördü çox qarışdırırlar ümumiyyətlə uşaqlarda. Ümumiyyətlə bu işin içində işləyənlər də qarışdırırlar bunu. Çünki çox qarışıq anlayışdır. O məsəl üçün bir dəfə kimsə tələbələrin təsəvvüründə canlananda, yəni biləndə ki, nəyə deyilir, o əzbərləyir onu. Yəni şifahi oxuyub əzbərləmək yox, mənimsəmək. O ilahə bayaq deyir, API beynimdə canlandıra bilmirəm. Odur da, o gözünlə görmür axı onu. Ona görə onu təsəvvür eləmək çətin olur. Gözümüzlə UI front-endi başa düşürsünüz ki, nəyə gəldi. Amma arxada gedən prosesləri başa düşmək biraz çətin olur. Yenə sharing dayandı. Yəni indi zad eləyirik, düzəldir. Gözlə. Göz çəkmək istəyirdim. Gözdəyib. Bir nəfər dərsdə. 2 nəfər qoşulmur. Bilmirəm, yazmayıblar heç nədə. Yəqin nəsə işləri var. İlahə görürsən, gözdə şeir eləyim, tüm ekran. Hə. İndi bir dəqiqə bəli. Hə, dedik ki, bu server, mobile app, ondan sonra database və API gateway, front-end, back-end, bu kimi anlayışlar qarışıq gəlir hamıya, birinci dəfə eşidənə, hətta bu işin içində olana da bəzən qarışıq gəlir. Ona görə də biz bu anlayışları gözümüzdə təsəvvür edib canlandırmalıyıq ki, bizdə oturuşsun o və deyəndə bizə yad gəlməsin o terminlər. Ona görə sadə dillə desək, server xidmət göstərən kompüter və proqramdır. Təsəvvür edin, bir dənə belə kompüter, proqram təsəvvür edin, o orada işləyir. Sistem necə işləyir? İstifadəçi hər hansı bir əməliyyat edir, pul köçürdürəm. Bu zaman onun cihazı serverə sorğu göndərir ki, filan kəs filan şey elədi. Server sorğunu qəbul edir, lazım olan əməliyyatı yerinə yetirir, məsələn, məlumatı yoxlayır, databasedən oxuyur, nəsə eləyir, nəticəni qaytarır istifadəçiyə. Məsələn, sən bir veb saytı açanda, server sənə həmin saytın məlumatını göndərir və sən bunu ekranda görürsən. Server həm fiziki kompüter şəklində ola bilər, həm də cloud mühitində işləyə bilər. Məsələn, AI-ın kodları clouddadır. Qısa desək, server sistemdə əsas işləri görən və istifadəçilər cavab verən bir hissədir. Response. Yes. Götürür, verir, belə deyim. Elə bil ki, məsələn, şey düşünün, o belə kepçə kimi şey var ya, belə maşa. Götürür o şeyin içindən, verir bura, maşa kimi. Client çıxdı request, getdi serverə, serverdən response. Ay sağ ol. Software Development Lifecycle, SDLC, Software Development Lifecycle proqram təminatının hazırlanmasının mərhələli prosesidir. Yəni, bir sistemin ideyadan başlayıb istifadəyə verilməsinə qədər keçdiyi bütün addımları əhatə edir. Sadə dillə desək, SDLC proqramın necə planlanacağını, necə hazırlanacağını, necə test ediləcəyini və necə istifadə ediləcəyini göstərilən bir yol xəritəsidir, roadmapdir. Deyir ki, məsəl üçün, böyük bir proyekt verilib də sənə, sən bilmirsən harasından başlayacaqsan. Bunun
disiplini var, kuralı var, qaydası var, proqramı var. Necə ki, dərsin proqramı var. Bu Software Development Life Cycle-ında bir proqramı var. Birinci başlayır Analysis and Planning. Yəni, analiz və planlaşdırma mərhələsi. İkinci, Requirements mərhələsi. Üçüncü, Design and Prototyping. Dördüncü, API First and Conditions. Beşinci, artıq Software Development. Altıncı, Testing. Yedinci, Deployment. Yəni, belə olmalıdır. Gəlin baxaq Analysis and Planning mərhələsinə ki, nə deməkdir ümumiyyətlə bu? Bu proses adətən bir neçə əsas mərhələdən ibarət olur. İlk mərhələsi planlaşdırmadır. Burada layihənin məqsədi müəyyən olunur, nə qurulacağına qərar verilir, ümumi bir plan hazırlanır ki, çıxarılır ki, bax bu olacaq, bu olacaq, bu olacaq, ümumi. Sonra analiz mərhələsi gəlir. Bu mərhələdə tələblər, requirements toplanır, sistem nə etməlidir sualına cavab verilir və biznes ehtiyacları aydınlaşdırılır. Dedik, birinci mərhələ nədir? Analysis and Planning. Sonra requirements. Birinci ümumi planlaşdırıram ki, yəni nədən başlayacağım? Birinci tutaq ki, loginlə mi başlayacağım? Bəlkə birinci, üçüncü səhifədən başlayacağım. Komanda qərar verir buna. Niyə, nəyi, niyə etdiyini deyir. Əsaslandırır ki, niyə üçüncü səhifədən başlayacağım, onu da deyir. Requirements-də nə edirik? Analysis and Requirements SDLC-in ən vacib, ən belə açar nöqtəsidir. Bu mərhələdə əsas məqsəd sistemin nə etməli olduğunu tam və düzgün şəkildə müəyyən eləməkdir. Həmin o FR, NFR, BR, Initial Flow, ondan sonra bütün bu biznesin requirementlərini dəqiqləşdirmək. Elə bil ki, Flow, BR, FR, NFR burada olur. Bu dördü. 4 dənə kompozisiya. Sadə dillə desək, hə, bu mərhələdə biz nə qururuq, nə edəcək bu sistem bizə buna cavab verir. Bu prosesdə ilk olaraq istifadəçilərin və biznesin ehtiyacları toplanır. Bu ehtiyaclara requirements tələblər deyilir. Tələblər istifadəçilərlə danışaraq, müsahibələr, workshoplar, biz elicitation keçmişdik, yadınızdadır. Və o mərhələdə toplanır. Mövcud sistem analiz edilərək müəyyən edilir. Daha sonra bu tələblər analiz olunur. Məsələn, əzizdir, to be-dir, burada olur. Hansı funksiyalar lazımdır? Sistem necə işləməlidir? Hansı qaydalar olmalıdır? Bu suallar cavablandırılır. Requirements bildiyiniz kimi 2 yerə bölünür. Hansılardır layihə? Functional, bir də Non-functional. Non-functional, NFR. NFR, hə. FR, NFR. BR bunlardan ayrıdır. FR ilə NFR birdir, BR ayrıdır. BR olur, sonra FR ilə NFR. Hə. Functional requirements sistem nə etməlidir? Məsələn, istifadəçi login ola bilməlidir, task yarada bilməlidir. Bu oldu FR-ımız. Non-functional requirements sistem necə işləməlidir? Sistem sürətli olmalıdır, təhlükəsiz olmalıdır və s. Bu mərhələdə bütün tələblər sənədləşdirilir. Requirement document ki, developerlər digər komanda üzvlərinin nə qurmalı olduqlarını dəqiq bilsinlər. Ki, estimation, yəni xal verə bilsinlər ki, bu iş mənim bu qədər vaxtım alacaq. Qısa desək, analysis and requirements mərhələsi olmadan düzgün sistem qurmaq mümkün deyil. Yəni, ağacın kökü odur. FR-lardır. BR, FR, NFR ağacın köküdür. Birinci BR-larım gəlir, sonra ona uyğun flow çəkirəm, sonra FR-ını yazıram, sonra NFR-ını yazıram. SDLC Design and Prototyping nədir? Növbəti mərhələ dizayndır. FR-ım var, NFR-ım var, Flow-um var. Verirəm dizaynı ki, get bunu təsvir elə, gətir, bizdə fikir yaransın Figma-da. Bu sırada sistemin necə qurulacağı planlaşdırılır. Arxitektura, database strukturu, digər texniki qərarlar verilir burada. Yəni, bilinir ki, sistem nəyin üstündə qurulacaq? Yəni, arxitektorlar yığışır, dizayner, arxitektor, bu full development team qərar verir. Elicitation and Designing prosesi wireframe nədir? Dizaynin prosesinin ilk mərhələsində adam skeleti qırır. İlk göstərəcək məhsulun sadə forması görüntüsüdür. Bu niyə belə eləyir? Hə. Görsən burada prototip kimi. Yes, prototip. Yəni skeleti qurulur ki, nə harda olacaq? Bu dizaynerin işidir. Sonra mock-up olur. Yəni wireframe-in bir üst səhifəsi. Görürsünüz, daha şəkilli. Artıq burada bir yazılar bilinir. Amma hələ də dəqiq deyil. Üstündə işlə gedir. Bura settingsdir. Tutaq ki, burada 3 nöqtədir ki, əlavə parametrlərdir. Yığıb bura. Zahirən məhsulun real görünən komponentlərin özündə birləşdirir. Bu komponentlərdir də bunlar. Prototype nədir? Dizaynın son mərhələsi məhsulun real görünüşüdür. Bax bu. Deyir ki, login belə olacaq, forgot password yazıb bura əkləyib, işarə, məsələn, Instagramda, Facebookda, bunlar hamısı məsələn qurulanda hansı səhifə necə olacaq? Bir prototipi hazırlanıb. Qərar verilib ki, hə, bu dizayn uyğundur, challenge edilib onlar.
Bax, gəlin bir dənə belə deyim, influence ola biləcəyimiz bir səhifə göstərim sizə. Behance. Bax, görürsünüz, fitness əpi qrup. Bir dizayndır, öz işini yerləşdirib bura. Yes. Orada işini qoyur, satır. Ona müraciət eləyirlər, bəyənən işini. Oradan, yaxşı bir şeydir məncə. Məncə çox yaxşı bir şeydir. Prosta bilmirəm, bazarda nə qədər dərəcədə tələb var ona. Dərbəsində çoxdur, amma belə nə bilim. Bu intibaqlarına qədər hazırlayırdım. Halaldır. Görsən qrup deyir, birinci səhifədə nə olsun? Birinci səhifədə, indi bax girək. Bu bunun dizaynıdır, hazırlayıb. İndi prototipinə keçim bir dənə. Bax, mobile app versiyasını yığıb görürsünüz. Deyir, birinci qeydiyyatdan keçmək olacaq. Daha doğrusu birinci nə olacaq? Akkauntda login olmaq. İkinci nə ilə deyir, bax, bu hesabı olan login üçündür. Bu da təzə hesab yaratmaq üçün nəyini qeydiyyatdan keçmək, bu da daxil olmaq səhifəsi. Göstərir burada. Adını yazmalısan, nömrəvi yazmalısan, parolu təkrar eləməlisən, telefon nömrəvi yazmalısan, SMS gəlməlidir, onu yazmalısan. Görürsünüz, bu frameləri belə göstərib. Sonra başladanda nətər eləyirsən? Birinci məqsədivi yazırsan, sonra nə edirsən? Kilovu, tutaq ki, boy səhifəsi belə açılacaq. Buradan digər məlumatlar, parametrlər bu cür açılacaq. Sonra göstərir üçüncü hissə. Buradan idman belə deyim, məhsulları alır, application-da, kalori bu gün neçə yandırdın, nə qədər su içdin. Görürsünüz, burada hamısı qeyd olunub ki, nəyi necə eləyəcək. Çəkib bu dizayner hamısını ki, nə necə görünəcək, görüntüsünü çəkib. Yes. Görürsünüz, score hamısını detallı göstərib ki, hansı rəngdə olmalı, rəngi istəsə seçə bilər. Görürsünüz, yəni mobile və saatda olan versiyasını göstərib. Yəni düşünüb ki, idmanla məşğul olanlar saatdan istifadə edir də. Görürsünüz, məsələn, bu page-i keçirtməyi göstərir ki, ikinci səhifəyə necə keçid edilir. Ağ və qara versiyasını göstərir, incognito və ağ versiyası. Bax, belə. Budur, məsəl üçün, bu adamdır, bunun işidir. Yəni, belə qurulur. Mən də girirəm, hər şeyə uyğun yazıram ki, tutaq ki, bu səhifədən söhbət geçir də, məsəl üçün. Deyirəm ki, kalendar daxilində filan şey görəcək, o birinci səhifədə bunları görəcək, bunun atributları budur, API-ları budur, mappingi budur, hamısını yazıram. Gəlin, baxaq mobile app front və back-end-ə. SDLC-nin artıq keçək API first conditionlarına nədir? API first conditionları qabaqda detallı keçəcəyik. İndi üstündən deyim, API first yanaşma sistemi qurarkən ilk olaraq API-ların dizayn edilməsi nəzərdə tutulur. Yəni, developmentə başlamazdan əvvəl sistemin komponentlərinin bir-biri ilə necə əlaqə quracağı müəyyən edilir. Sadə dillə desək, əvvəlcə sistemin danışıq qaydaları yazılır, sonra isə bu qaydalara uyğun front-end və back-end hazırlanır. Yəni, danışıq qaydası deyəndə nə sual verəcəm, nə cavab alacam. Budur. Bu yanaşmada API endpointlər, request response strukturları əvvəlcədən müəyyən olunur və sənədləşdirilir. Məsələn, login funksiyası üçün əvvəlcədən post login endpointi təyin olunur. Hansı məlumatların göndəriləcəyi, username, password isə bunlar sistemin hansı cavabı qaytaracağı, token status yazılır. Daha sonra bu developerlər bu struktur əsasında sistemi qurur. API first yanaşmanın əsas üstünlüyü odur ki, frontend və backend komandaları paralel işləyə bilir və bütün komanda eyni standartlara əsaslanır. Bu da sistemi daha aydın, stabil və idarə olunan edir. Sual var burada. Post şeydir, get database-i dəyişdir. Məsələn, həcərin adını, familiyasını dəyişdir. Post deyil. Get, amma gətir. Belə bu şəkildə olacaq. Çox dərinə getmək istəmirəm, çünki keçəcəyik bunu. Software development hissəsinə gəldik. Software development nədir?
Software development proqram təminatının yaradılması prosesidir. Yəni ideyadan başlayaraq işlək bir tətbiq və ya sistem qurmaq deməkdir. Sadə dillə desək, software development kompüter proqramlarının hazırlanması, test edilməsi və istifadəyə verilməsidir. Bu proses bir neçə mərhələdən ibarət olur. İlk olaraq planlanma edilir, nə qurulacağı müəyyən olunur. Daha sonra analiz mərhələsindən sistemin tələbləri toplanır. Növbəti addım dizayndır. Burada sistemin necə qurulacağı planlaşdırılır. Daha sonra developerlər proqramı yazır. Development mərhələsidir. Bundan sonra sistem test olunur ki, səhvlər tapılıb düzəldilsin. Yəni bu sizin işinizin qanuna uyğunluğudur. Kimsə development eləyə-eləyə, əgər siz analiz eləyirsiniz, bu sizə minus sayılır. Analiz bitməlidir, development sonra başlamalıdır. Bəzən layihələr tələsilir, eləyirlər elə bir şey, amma yaxşı təcrübə deyil. Məsləhət görülmür. Bundan sonra sistem test olunur ki, səhvlər tapılıb düzəldilsin. Sonda isə proqram istifadəyə verilir. Deployment və sonraki mərhələdə dəstək və yenilənmə maintenance davam edir. Software development zamanı müxtəlif texnologiyalar, proqramlaşdırma dilləri, alətlər istifadə olunur. Bu prosesdə developerlər, biznes analitiklər, testerlər və digər mütəxəssislər bir yerdə işləyir. Qısa desək, software development ideyanın real işləyən proqram məhsuluna çevrilməsi prosesidir. Development LC Git nədir? Git version control sistemdir. Git fayllarda etdiyimiz dəyişiklikləri izləyir. Həm development üçün, həm də digər məqsədlər üçün istifadə oluna bilər. Yəni səhər işlədiyiniz yerdə deyə bilər ki, Git ilə işləyək. Orada kodları görə biləcəksiniz, oxuya biləcəksiniz. Səni tam başa düşmədim. Giti? Bəli. Git kodların, yəni versiyaların, kodları yazdığımız yerin belə deyim, versiyalanan hissəsidir ki, bu kod yazılıb, dəyişilib, bura qoyulub bir tooldur. Bu toolda biz girə bilərik. Yəni senior BA-lərdən söhbət gedir, junior yox. Senior BA-lər girir ora, daxil olur, kodu götürür, AI-yə atır, analiz eləyir. Yəni developerə ehtiyac duymur. Artıq özünün hər şeyə əl çatanlıq olur. Biz belə koda girə bilmərik amma. Yəni developerin gördüyü o kod hissəsinə baxır və onu götürüb oradan analiz eləyə bilərik. Olduğunu bizim dilimizdə izah edir. Yes. Yox, izah eləmir. Göstərir, sən onu götürüb AI-yə vurursan. O sadəcə göstərir. Göstərir, biz onu AI vasitəsilə başa Bir də fərqləri göstərir ki, filan versiyada filan şey dəyişdi. İkinci versiyada belə oldu. Development mərhələsi proqram təminatının həyat dövründə kodun yazıldığı əsas hissədir. Bu mərhələdə developerlər əvvəlki mərhələlərdə müəyyən edilmiş tələblərə və dizayna uyğun olaraq sistemi qururlar. Sadə dillə desək, bu mərhələ planlaşdırılan ideyanın real işləyən proqram halına gətirildiyi mərhələdir. Front-end developerlər istifadəçi interfeysini hazırlayır, back-end developerlər server və API-ləri qurur, database-lə işləyənlər isə məlumatların strukturlarını təşkil edir. Bu mərhələdə həmçinin mövcud səhvlər, baqlar düzəldilir və yeni funksiyalar əlavə olunur. Git isə proqramçıların yazdığı kodu idarə etmək üçün istifadə olunan və versiya idarə etmə sistemidir. Git vasitəsilə kodda edilən bütün dəyişikliklər izlənilir, saxlanılır, lazım olduqda əvvəlki versiyalara qayıtmaq mümkün olur. Bundan əlavə Git komanda şəklində işləməyi asanlaşdırır, çünki bir neçə developer eyni layihə üzərində paralel işləyə bilir. Hər bir developer etdiyi dəyişiklikləri komit edərək yadda saxlayır, sonra bu dəyişiklikləri ümumi repozitoriyə push edir. Digər komanda üzvləri isə bu dəyişiklikləri pull edərək öz sistemlərinə götürürlər. Bu şəkildə kod üzərində işləmək daha səliqəli və idarə olunan olur. Bunu sizə əzbərləmək falan lazım deyil. Bir dənə for info verdim ki, məlumatınız olsun ki, onlar belə işləyirlər. Yəni onların işi özlərinin işidir. Bizim onu bilməyimizə məlumatımız olsa kifayət eləyir. Yəni onu yenə deyirəm, senior səviyyə üçün lazımdır. Development LC Gitdə necə olur? Masterə keçirdir öz işini, sonra kiminsə işi də qoşulur ona. Bu şəkildə olur. Flow'su belədir. Git push pull komandları necə olur? GitHub-a girir, götürür kodunu, pull eləyir, proyekti götürür, commit edir, təzədən kodunu push eləyir. Bu sözləri tez-tez işləyəcəksiniz, sizin qulağınıza şey olsun, yaxşı olsun da, yaxın olsun. Dedi kodu pull elədim, push elədim falan, o sizdə təsəvvür yaransın ki, hara nəyi push eləyir. Elə bir yazdığı kodu bura yazır, GitHub-a girir, onu götürür, bununla doldurur, kodunu yapışdırır ora. Ondan sonra GitHub-a köçürür o kodu ki, işləsin bu. Reallıq dünya ilə birləşdirir. Bunun kompüterində də kod. Necə birləşsin dünyaya? Yes.
publika çıxartmaq üçün publish eləyir. Development Git dedik, Git layihədə edilən dəyişiklikləri izləmək üçün istifadə olunan versiya idarə etmə sistemidir. Sadə dillə desək, Git kodda və ya sənədlərdə nə dəyişiklik edilibsə, onu tarixçə kimi saxlayır. Lazım olduqda əvvəlki versiyalara qayıtmağa imkan verir. Bu xüsusilə komanda ilə işləyərkən çox vacibdir, çünki hər kəsin etdiyi dəyişikliklər sistemdə görünür və idarə olunur. Bitbucket isə Git repozitorilərinin saxlandığı onlayn platformadır. Layihənin kodu və dəyişiklikləri burada yerləşdirilir. Komanda üzvləri birlikdə işləyə bilir. Bitbucket vasitəsilə pull requestlər yaradılır, kod dəyişiklikləri yoxlanılır və komanda daxilində review prosesi aparılır. IT biznes analiz üçün Git və Bitbucket əsasən kod yazmaq üçün yox, layihədə baş verən dəyişiklikləri izləmək, requirementlərin necə dəyişdiyini görmək, komanda ilə effektiv işləmək üçün istifadə olunur. Məsələn, hansı feature nə vaxt əlavə olunub, hansı requirement dəyişib və ya hansı versiya istifadə olunur. Bunların hamısı Git və Bitbucket vasitəsilə izlənilə bilər. Qısa olaraq Git dəyişiklikləri idarə edir, Bitbucket isə bu dəyişikliklərin saxlandığı və komanda ilə paylaşıldığı platformadır. Eyni layihə üzərində iki developer işləyərkən əvvəlcə hər ikisi master və ya main branchdən son kodu götürür. Master branch layihənin stabil və əsas versiyasıdır. Sonra hər developer öz işi üçün masterdən ayrılıb ayrıca branch yaradır. Məsələn, bir developer login funksiyası üzərində işləyirsə, feature login branchı açır, digər developer isə kart funksiyası üçün feature kart branchı yaradır. Hər developer öz branchın müstəqil şəkildə işləyir, kod yazır, dəyişiklikləri commit edir. Bu mərhələdə onlar bir-birinin işinə təsir eləmir, çünki ayrı branchlərdə işləyirlər. İşlər tamamlandıqdan sonra hər developer öz branchdəki kodu remote repozitoridə Bitbucket və ya GitHub-a push edir və pull request açır. Bu PR vasitəsilə onların yazdığı kod master brancha əlavə olunmaq üçün təqdim edilir. Daha sonra komanda üzvləri və ya reviewerlar kodu yoxlayır, səhvlər və ya konfliktlər olub-olmadığını analiz edir. Əgər hər şey düzgün və uyğun olarsa, kod master brancha merge olunur. Yəni, siz bu etapları yenə deyirəm, əzbər bilməlidirsiz, prosta məlumatınız olsun. Əgər konflikt yaranırsa, eyni hissəyə dəyişiklik edibsə, Git bunu bildirir, developerlər həmin konfliktləri düzəldir, burada sonra yenidən merge edirlər. Qısa olaraq proses belə gedir. Masterdən branch yaradılır, kod yazılır, commit edilir, push olunur, pull request açılır, review edilir, sonra da master'a merge edilir. Git online host, Git lokalda işləyir, həmçinin GitHub və GitLabdan istifadə edə bilərik. Baxın, belədir. Kodlarını yazırlar, burada fayllarıdır, burada onların kommentləridir. Gəlmədi. Yəni, bu cür olur onların da işlədikləri yer. Onlar da bundan işləyirlər. Asinxronluq və sinxronluq nədir? Gəlin buna baxaq. Məsələn, şirkət tutaq ki, WhatsApp-dan mesaj göndərir və cavab alır. Bu, belə deyim, asinxron da ola bilər, sinxron da ola bilər. Bu, asılıdır şirkətin bizim yazımız FR-dan ki, necə istəsin, sinxron işləsin, asinxron işləsin. Sinxronluq və asinxronluq proqramlaşdırmada əməliyyatların necə icra olunduğunu göstərən iki fərqli iştiraklı metodudur. Sinxron işləmədə əməliyyatlar ardıcıl icra olunur. Hər bir əməliyyat əvvəlkisi bitənə qədər gözləyir, sonra xoda düşür. Yəni, bir proses tamamlanmadan növbəti proses başlamır. Tutaq ki, burada nə idi? Payment olur, sonra göndərir informasiyanı. Bu nədir? Asinxrondur da, düzdürmü? Daha doğrusu, sinxron. Biri o birisini gözləyir. Amma hamısı paralel işləsəydə olacaq da asinxron. Bir-birini gözləmir ki, hələ ödəniş köçsün, birbaşa SMS göndərir. Düzdürmü? Yəni, sinxron biri gözləyir ki, tamam success-i alsın paymentin. Sonra göndərir SMS notification-ı. Asinxron amma məsələn gözləmədən göndərir. Məsələn, istifadəçi request göndərir, sistem arxada işləyir, nəticə hazır olunur, geri cavab verir. Bu müddətdə istifadəçi başqa əməliyyatlar edə bilir. Sadə dillə desək, sinxron modeldə gözləyərək işləmə, asinxron modeldə isə gözləmədən paralel işləmə baş verir. Real həyat misalı, restoranda məsələn, sinxronluq, yemək gələnə qədər masada gözləyirsən, asinxronluq sifariş verirsən, sonra gəzməyə gəlirsən, yemək hazır olunur, xəbər gəlir. Başa düşdünüz? Esplorda hansı yaxşı olur? Üzərinə görə. Baxır, hansı arxitekturaya uyğun nə işləmə prinsipdə. Ona görə arxitektorlar qərar verir ki, bu sinxron onun biznesə tələbinə uyğun olaraq. Dedik, gözləyir paymenti, sonra SMS göndərir. Bu nədir? Sinxrondur, düzdürmü? Gözləyir müştəri o SMS-in kodunu yazsın, sonra
callback eləyir. Bu sinxron gedir. Bəli. Webhook nədir? Webhook bir sistemdə müəyyən hadisə baş verdikdə başqa bir sistemə avtomatik olaraq məlumat göndərən mexanizmdir. Sadə dillə desək, webhook bir şey baş verdi, mən sənə xəbər verdim prinsipinə əsaslanır. Webhookun işləmə prinsipi belədir. Sən bir sistemə xüsusi bir URL endpoint verirsən, sistem daxilində hər hansı bir event, məsələn, ödənişin tamamlanması, user qeydiyyatı və s. baş verdikdə həmin URL-ə avtomatik olaraq request göndərilir. Məlumat ötürülür. Sənin sistemin bu məlumatı qəbul edib uyğun əməliyyatı yerinə yetirir. Məsələn, onlayn ödəniş sistemində istifadəçi payment edir. Payment uğurla tamamlandıqda sistem webhook vasitəsilə sənin back-endə xəbər göndərir ki, ödəniş tamamlandı. Sənin sistem də bu məlumat əsasında sifarişini təsdiqləyir. Webhook ilə API arasında əsas fərq ondan ibarətdir ki, API-də sən sistemə sorğu göndərsən, cavab gözləyirsən, webhookda isə sistem özü sənə avtomatik məlumat göndərir. Qısa olaraq, webhook hadisə baş verən sistemlər arasında avtomatik məlumat ötürülməsini təmin edən mexanizmdir. Gəlin baxaq, server client nədir? Baxın, client bayaq Həcərin dediyi kimi şirkət, user, hamısı bir clientdir. Yəni sorğunu göndərən serverə. Sinxron işləyir, göndərir serverə. Send information eləyir, təzədən sinxron işləyir. Müştəriyə məlumat göndərir, müştəri confirm edir, o sistemə gəlir. Görürsünüz, burada webhook var. Bəs asinxron necə gedərdi? Görürsünüz, göndərdi paymenti, sразу cavab gəldi. Gözləmədi də onu. Accept gələnə qədər. Paymenti də göndərdi, statusunu gözləmədi, aldı onu, sonra bu da işlədi, bu da işlədi. Bunlar asinxron gedir, paralel işləyən proseslər. Webhook callback URL nədir? Baxın, serverdə asinxronluqdur, clientdir, təzədən webhook işləyir. Bu hissə webhookun işləmə prinsipidir. Hansı ki, API dedim, endpointdir, bu odur. Webhook olmasaydı nə olardı? Baxın, API budur. Client, server cavab alır, gözləyir. Amma webhook nədir? Clientdan serverə göndərir, okey alır, bir də təzədən suallar vermir, dana atır, qutardı, getdi. API kimi hər şeydə okey gözləmir, cavab gözləmir. Gəlin baxaq, testing mərhələsi nədir? Testing bizə aid olan hissəsi hansıdır? Mən onu izah edeyim. Testingin bizə aid olan hissəsi UAT var, User Acceptance Testing. Axırda sənin yazdığın dokumentləri yoxlayırsan ki, bu belə olmalı, belə olmalı. Ki, bütün automation, o bir kodla olan testlərini eləyir, regressiyaları, hamısını eləyir. Axırda sən bir dənə yoxlayırsan ki, mənim o flowlarım var, senarilərim, o ödənirmi ya yox, biznes tərəfdən baxırsan. Onu biz eləyirik. UAT testingi bu mərhələdədir. Deploymentdə bayaq dediyimiz kimi deploy eləyir, product çıxır. Bugünkü dərsimiz bu qədər. Kiminsə nəsə sualı var? Başa düşmədiyiniz hissə. Hər şey aydındır əslində. Dərinliyə bax gedəcəyik. Dərinliyə gedəcəyik.